Salam müəllimlər, bugünkü mövzumuz yuvarlaq səthli detalları olan məmulatların spesifikasiyası və çertyojunun oxunması mövzusudur. Və gəlin görək ilk növbədə müəllimlər spesifikasiya nədir? Spesifikasiya hər hansı bir məmulatın tərkibini müəyyənləşdirən cədvəl formasında yerinə yetirilən bir sənəddir. Və spesifikasiyanın ən sadə forması isə əsas yazıdır. Və o tərkib hissələrini, materialını, adını və miqyasını göstərir. Bəs çertyoj necə oxunur? Çertyoju oxumaq cismin yastı təsvirinə görə onun həcmli formasını təsəvvür etmək və ölçülərini təyin etməkdən ibarətdir. Yəni, bu hansı ardıcılıqda aparılacaq bəs? İlk növbədə çertyojun əsas yazısını oxumaq lazımdır. Nə üçün? Detalın və onun hazırlandığı materialın adını, təsvirini, miqyasını və başqa məlumatları öyrənmək üçün ilk növbədə əsas yazısını oxumaq lazımdır. Çertyojda detalın hansı görünüşlərinin verildiyini və onlardan hansının baş görünüş olduğunu təyin etmək lazımdır ikinci növbədə. Üçüncü növbədə görünüşlərin qarşılıqlı əlaqəsinə baxmaq və detalın formasının hər tərəfli müəyyən etməyə cəhd göstərmək lazımdır. Çertyojda verilmiş təsvirin təhlili bu məsələyə də kömək edir. Çertyoja görə detalın hər bir hissəsinin həndəsi formasını təsəvvür edib, onu xəyalən tam halda birləşdirirlər. Dördüncü addımda isə çertyojda detal və onun elementlərinin ölçüsünü təyin edib və təyin etmək lazımdır. Deməli, ilk növbədə çertyojun əsas yazısı oxunur, sonra baş görünüş, daha sonra görünüşlərin qarşılıqlı əlaqəsi və çertyoj üzrə detal və onun elementlərinin ölçülərini təyin etmək lazımdır. İndi isə burada müəyyən suallara cavab vermək lazımdır. Burada bizə deyir ki, detal necə adlanır? Müəllimlər, detal yönəldici adlanır. Nə adlanır? Yönəldici. Növbəti sualda deyir ki, onu hansı materialdan hazırlayırıq? Material olaraq poladdan hazırlayırıq. Nə üçün? Çünki polad bərk, ağır bir materialdır. Çertyojda deyir, hansı miqyasla yerinə yetirilmişdir? Miqyas birin birə olan nisbətində yerinə yetirilir. Yəni, detal natural ölçüsündə təsvir olunmuşdur. Deməli, bir daha deyirəm. Detal necə adlanır desə, deyirik yönəldici adlanır. Material hazırlayırlar polad olaraq. Hansı miqyas birin birə olan miqyasıdır. Həmçinin də burada qeyd edilib yönəldici, polad, birin birə olan miqyası. Növbəti sualımızda deyir ki, çertyojda hansı görünüşlər var? Çertyojda iki görünüş var. Baş və soldan görünüş. Detalın forması hansı həndəsi cisimlərin birləşməsi ilə müəyyən edilir? Detal hissələrə ayırıb iki görünüşlə tutuşturmaqla onları soldan sağa baxırıq. Ümumi formasını təsəvvür edəndən belə nəticəyə gəlmək olar ki, baş görünüşdə soldan ikinci hissə trapesiyadır və sol görünüşdə iki çevrə ilə göstərilir. Bunlar kəsik konusdur. Deməli, trapesiya ilə çevrə varsa, bu kəsik konusa aiddir. Baş görünüşdə daha sonra hansı hissələrə yerinə yetirmək lazımdır? Düzbucaqlı çevrə varsa, bu silindirdir. Deməli, düzbucaqlı ilə çevrə varsa, silindirdir. Trapesiya ilə çevrə varsa, bu kəsik konusdur. Üçüncü isə birinci kimi baş görünüşdə yenə də düzbucaqlı çevrə varsa, yenə silindir formasındadır. Dördüncü isə baş görünüşdə iki üfüqi xətt varsa, düzbucaqlı, sol görünüşdə altıbucaqlısa, belə altıbucaqlı prizm üçün səciyyəvidir. Sağ kənar isə baş görünüşdə düzbucaqlı, solda çevrədirsə, bu isə silindiri müəyyən edir. Və baş görünüşdəki ştrix xətlərdən sol görünüşdəki ən kiçik diametri çevrəyə bir neçə çıxarmaq üçün detalın içərisində açıq silindrik deşik var. Yəni, bu hissəni deyir. Və bütün hissələri birləşdirib, ümumi cismi formasını müəyyən edirik və bu özlüyündə bir ox boyunca yerləşdirilmiş silindirdir, kəsik konusda altıbucaqlı prizma birləşməsindən ibarət olur. Detalın qabarit nədir bəs? Ən böyük, ən kiçik ölçüləri belədir. Uzunluq 160 olur, diametr 90 olur, deşiyin diametri isə 20 mm olur. Və həmçinin də silindirin uzunluğu 75-38 verirsə, bu fərqlə təyin edirik. Yəni, 75-dən 38-ə çıxıb 37-ni təyin etmək mümkündür. Və ən böyük silindirin diametri 90-dır.
Uzunluq 90-ın yarısı kimi yadınızda saxlayırsınız 45-dir. Deşiyin diametri isə 20 millimetrdir. Belə müəllimlər, dərsimizin izahı bu qədər.